Əziz dostlar, belə bir şey sizinlə bölüşmək istəyirəm. Artıq oktyabr yarı eləmişik. Az bir vaxtdan sonra oktyabr bir də gördüm. Bilirsiniz, zaman uçur, zaman tez gedir və ayın axırı çatacaq. Hər bir insan üçün hansı ki bilavasitə indi qoşulub, indiyə kimi qoşulub, bunlar üçün bu vacibdir. Ona görə ki, noyabrın 1-dən təzə demək müqavilə 3.0 qüvvəyə minir və ona görə bu xəbərdarlıqlar lazımdır. Yeni müqavilə haqqında ayrıca deyəcək, xəbərdarlıq edəcək, amma köynə qoşulmuş insanlar üçün vacib olan şərt nədir? Demək, nə etmək lazımdır? Ayın 1-nə qədər ödəniş etmək lazımdır. Kim ayın 1-nə qədər ödəniş edərsə, həmin şəxslərə elə bil ki 3 ay, yəni 90 gün daha doğrusu möhlət veriləcək ki, onlar ödənişdən azad olsunlar. Yoxsa bilirsiniz də ki, bütün insanlar noyabrın 1-dən demək hər ay başa çatandan sonra hesab gələcək və hesab gələndən 5 gün müddətinə o ödəməlidir. Onu ayrıca izah edəcək, amma yəni, xahiş edirəm ki, nəzərə alın. Sizi dəvət eləyən insanlar sizə bir də müraciət edəcəklər. Mən də ümumi deyirəm, çalışın, işlərinizi planlaşdırın. Oktyabrın 31-nə qədər ödəniş edin ki, fevrala qədər heç olmasa biraz fasilə verə biləsiniz. Ona görə də çalışın, bu işi biraz tezləşdirin, ayın axırına çox saxlamayın. Hələlik.